Yaman xanım, özünü asmaq insanın öz əlində deyilmi? Möhkəm olub asmağa da asmaya yox. Bu sır. Əgər özünü asmaq hökmü verilibsə, o ən böyük günahın cəzasıdır. Ya ananın, ya da insanın özünün. Bu məhkumdur ona. Bax, görürsən, bu qızı deyirlər ki, bu qıza görə bu oğlan qəzaya gəlib. Yox. O oğlanın anası ya özü ən çox ana atadan gəlir. Ana barışmayıb, bağışlamayıb, bəddualı olub. Oğlu ölümə məhkum olundu. Qəzaya gəldi, öldü. Bu bizim səhvlərimizdən doğulur. O asmaq məsələsi də onun kimi bir şeydir. O hökmü insan əlində olsa, bu dəqiqə mənim əlimdə olsa, saat 2'dir. Elə mi? Mən nə işim var burada? Yuxuf yataram. Amma mən kiməm ki? Bunları mən gecəli gündüzdü mənə öyrədən Allah Taala illərimi, cavan ömrü əlimdən alır. Mən o varlığı görməsəydim, mən bu yolu gəlməzdim. Əvvəl özünü mənə göstərdi 3 şəkildə. Sonra bu hikmət aləminə gətirdi. Hər dəfə qaçmaq istəyəndə gözümün önünə o lenta gəlir. Hər dəfə bu işdən bezdirici bir anlar olur, o dəqiqə o simalar gəlir gözümün önünə, deyirəm, mən bağışda qələt elədim. Başa düşürsən? O asmaq, o da Allahın hökmüdür. Amma o asmağın altında, bax, bugünkü nədir bu? Hakim Toğrul Məmmədovun ki adı gedir ki, bu qətiyyən qərar verib ki, bu arzuma 6 il iş verilsin. Sabah o özünü asa bilər və yaxud evlad özünü asa bilər və yaxud min cürə iş uğurla bilər. Çünki bu da günah böyükdür. O deyə bilər ki, məsəl üçün, burada hoppanma, burada... Bugün bir kişi deyir, bambılı kimi deyir, hoppanıb düşür. Mən onun niyə deyir, tərəfini tutmalı. Bilmədim kim idi, elə ani bir gəldi, saxlaya da bilmədim o kimin səsi idi, nə idi. Adam bilmir ki, bir gün sən ona bambılı deyirsən, sabah arvadın qızın bambılı olacaq. Əkdin burada sən onu. Sən öləcəksən, xəbərin olmayacaq ki, sən arvadın qızın bambıllıq eləyir. Belə də olur. Belə cəzad olur. Başa düşdün? Biz heç kimə pis baxa bilmərik. Yaradana şükür. Demədiksə, dalında belə asmaqlar olur. Bəddualar yağdırdıqsa, bəli, özünü asmaq cəzası gəlir. Bu əl bizə mi məxsusdur? Kimsə özünə məxsus deyil. Hər kəsdə hər şeyi təyin edən ruhdur və biz onun üçün mövcuduq. Bu bizə mi məxsusdur? Mən bütün varlığımla, 73 yaşım var, mən varlığımla qəlbin hökmünə təslimim. Başa düşdün? O asmaqda hökm gəlir. Deməli, orada səhv var.